Hörmətli izləyicilər, Yeni ilimizi karşıdan sizinlə gelen mənəm ilimizi Ata tebrik TV-nin edirik. direktoru Hepiniz Yaşar hoş Şirvani. gelmişsiniz. Bugün Abşeron Benimle Yazıçılar birlikte Birliği'nin Abşeron aparıcı, şöbəsinin çok güzel bir gözəl bir aktyordu. tədbiri yeni il həm də Musikili Azərbaycanlıların həmrəylik günü aktyordu. münasibəti ilə Əməkdar tədbir keçirilir. artist Tədbiri Nadir Xasiyev'də biz şöbənin illər sədri bir Şəhla yerdə işləmişik. Ağbulut Azərbaycan açıq elan edir. televiziyasında çok güzel aktyordu. Benim demək olar ki, kardeşimdir. Kardeş kadar hətta çok istediğim bir insandır. Birçok tədbirlərdə bizim yanımızda olur. Demək olar ki, heç bir tədbirimizdə bizim yok demir. Çok sağ olun buna göre Nadir müəllim. Buyurun. Bir alqış istərdim gəlsin. Burada yaşayan insanların şərəfinə və eyni zamanda şəhər hamısının şərəfimizə. Çox xoş oldu, şad oldum mən bugünkü dəvətdən. Əlbəttə, bir aparıcı simasında deyil, mən elə bir dost olaraq gəldim. Əgər ehtiyac yaranarsa, bahəm şəkildə bu və digər formada öz fikirlərimizi ifadə etməyə çalışarıq. Və təbii ki, burada mən baxıram ki, tanış üzlər də çoxdur. Ötən illərdən tanıdığım söz adamları, bizim gözəl şairlərimiz burada əyləşiblər. Ağacəfər Həsənlini mən görürəm burada. Salamlayıram sizi, Hafiz müəllimi. Digər əlbəttə burada söz adamları əyləşiblər. Və məclis boyunca düşünürəm ki, bu gözəl məclisdə, bu gözəl yeni ilimizin qədəm qoyduğu bu gözəl hadisənin şərəfinə özürək sözlərini deyəcəklər. Daha çox belə planlaşıb ki, sözdən daha çox hərəkət olsun, daha çox belə xoş əhval-rüya yaradan söhbətlər olsun. Mən hamınıza xoş istirahət arz edirəm, nuşucanlı arz edirəm və düşünürəm ki, yadda qalan bir məclis olacaq. Güzel konaklarımız var. Konaklarımız yani bizim ekip konaklarımız var. Onları salamlayırım. Burada müəllimlər var. ATV'nin üzvləri var, işçiləri var. Ve hörmətli politologumuz burada var. Hər birimizi yəni ki salamlayırıq. Şairlərimiz, bütün şairlərimizi, yazıcılarımızı, xanımlarımızı, bəylərimizi hər birimizi salamlayırıq. Hər birimiz hoş gəldiniz. Hər biriniz bizim üçün əzizsiniz ki buradasınız. Əziz olduğunuz için buradasınız. Hər birinizin bayramınızı təbrik edirəm. Hər biriniz üçün inşallah gələn il uğurlu olsun, hoş geçsin, güzel geçsin. İlləriniz biri-birindən güzel geçsin inşallah. Ötən ilimiz, ötən bir neçə ilimiz artıq ki, qələbə ilə biz olmuyoruz. Əvvəllər deyirdik, 30 il deyirdik ki, yaş gələn illərimizi Qarabağda keçirərdi. Artıq gələn illərimiz gəlib. 5 ildir həmin gələn illərimiz gəlibdir. Və 5 ildir bütün bayramlarımızı biz Qarabağda keçiririk. Bugün Qarabağda böyük işlər gedir. Və bu Qarabağda görülən işlər üçün, bu Qarabağ alındığı üçün, vətən bütövlüyü üçün biz hörmətli prezidentimiz Ali Başbakanına özlərinin təşəkkürümüzü bildiririk. Ordumuza bəli təşəkkürümüzü bildiririk. Şəhidlərimizə, qazilərimizə qarşısında baş əyirik. Allah qazilərimizə can sağlığı versin ki, bütün Azərbaycan xalqı demək olar ki, ayağa qalxdı həmin vaxtda və bizim böyük oğullarımız oldu. Ötən illərimiz bax beləcə gözəl keçdi. İnşallah gələn illərimiz bundan da gözəl keçər. Əlbəttə ki, həm qazilərimiz, həm də eyni zamanda minlərlə vətən oğulları vətən yolunda, millət yolunda, torpaq yolunda şəhid oldular, canlara qurban verdilər ki, bax, belə məclislər qurulsun, xalqımız daha firavan, daha gözəl yaşasınlar. Bəlkə biz şəhidlərimizin ruhunu yad edirik. Çünki düşünürəm ki, hara geçsək, harada olsa onların əlbəttə həyatı bizim üçün bir örnəkdir, bir həyat məktəbdir. Xahiş edəcəm ki, vətən yolunda, millət yolunda, torpaq yolunda canlarını fəda edən şəhidlərimizin ruhunu bir dəqiqəli sükutla yad edirik. Ruhları şad olsun inşallah. Allah şəhidlərimizə rəhmət eləsin, buyurun əyləşin. Haydi yavrum, mən səni bugün üçün doğurdum. Xamırını yiğitlik duyğusuyla yoğurdum.
Haydi yavrum, haydi get, ya qazi ol, ya şəhid. Məhəmməd Əmin Yurdaqulun şeirindən bir parça da bu. Yəni ya qazi ol, ya vətən yolunda bir sərkərdə ol, qalib ol və lazım gələrsə eyni zamanda vətən yolunda şəhid ol. Demək, sifətlərə baxıram, burada çoxları tanış gəlir. Bəlkə də adlarını bilmirəm. Hafiz Rüstəmi Nardı tanıyıram, salamlayıram. Bu xanımı da tanıyıram, vallahi adını bilmirəm. Eybi yoxdur, hamını tanıyıram. Yəni hamını tanıyırım, var olun. Üzümüzə gələn təzə və təqvimlə təzə il deyirlər buna. Mübarək olsun, xoş gəlir. Hərənin bəxtinin çırağı ulduzunu yandırsın, gələn təzəyi. Keçən nə oldu, nadir, olan getdi. Yaxşı da bizimdir, pisi də bizimdir, alınanı da alınmayanı da bizimdir. Pəki üzümüzə gələn illər xoş olsun, var olsun. İnsan həm dünyanın bəzəyidir, əşrəfidir. İraq bizdən həm də qənimidir. Xariqi və bədii həqiqətdir. Ancaq bugün bizim payımıza düşən insanın əşrəf tərəfindən danışmaqdır, əşrəf tərəfini yada salmaqdır. Rəhmətli bir şair var, Adil Babayev, elə də məşhur deyil. Ancaq bir kupleti var ki, o çox şirindir. Deyir, daddımsa dünyanın hər nemətini, dilbər gülşələrdə keçdisə ömrüm. Dünyanın ən böyük saadətini bu boylu çınarın altında gördüm. Çox gözəldir. Yəni, 100 yerə çəkil, həyat adamı, vəziyyət, şərait, 100 yerə gedirsən, çox şeylər görürsən, ancaq biraz oturuşanda, biraz da ahıllananda baxırsan ki, elə dünyanın ən böyük saadəti bu oturduğun ağacın, yaşadığın yerin, tutduğun havanın bərəkətidir. Bu mənada Abşeronda gəlib cəmləşmişik. Təbii, hələ biz bir yurtdan, bir eldən, bir obadan gəlmişik. Və burada da bizi söz birləşdirir. Sözün böyük qüdrəti birləşdirir. Nə yaxşı ki, sözə sığınmışıq. Ancaq bir xəbərdarlıq, bir sözdən yarayan içimdən qarışıq çox az olur. Çünki söz ömrümün bütün istəyir, hamınızın yaxşı bildiyiniz kimi. Və öz işığını çox az verir sənə. Gərək özünü atasan nəhrin içinə ki, bir zərrə qədər orada Nadir Əfəndi görünə biləsən. O da ya qismət, ya görünəsən, ya görünməyəsən. Ancaq bu yolun bir cəhəti yaxşıdır ki, bu aydın yoldur, bu ışıq yoludur, bu insanlara sevgi yoludur, bu insanlara düzgün özü bilən, hər yazanın özü bilən düzgün məsləhət yoludur. Və Böyük Nizami də deyir ki, eşq mehrabı uca göylərin, eşqsiz ey dünya, nədir dəyərin? İki, Allah'ın mövcud olduğunu deyirlər. Bizi yaradan Allah'ı, bir də biz yarattığımız Allah'ı. Biz yarattığımız Allah dindir. Bunu kim necə sevir, özü bilər, öz Allah'ı bilər. Birinci Allah ise, yani bizi yaradan Allah'ın adı ise eşkdir. Ve ondan yukarı hiç ne yoktur. Hamınıza bize gelen mövcudlar eşkini kaynar, şöbülü ömür arzuluyor. Çok
sağ olun Şəmil xanım. Sizə olan dəyərli yerlərdə yoxdayım. Sizə yox deyirəm. Mən cümlə illər olan olur. İlk 2025 yaşı olur, 2024 yoxdur. Hər il mənim üçün uğurlu olur. Qoyduğum imzalar həmişə öz nəticəsini verir. 25 illik fəaliyyətim Cərgə Jurnalında baş redaktor kimi və İlyasman rayon Qadın Komitəsinin sədri kimi həmişə çalışmışam ki, dövlətə, dövlətçiliyə xidmət edeyim və o yolda da gedirəm. Mən bir daha sizi yeni münasibətinə rəhmət təbrik edirəm. Tanımadığınız simalarla tanışdığıma çox şadam. Bir daha sizə dəvət üçün təşəkkür edirəm. Çok sağ olun, size uğurlar dileyelim. Buyurun. Sağ olun. Her birinizin başına yeni Şəhla xanım, sizə çox təşəkkür etmək istəyirəm. Təqribən yox, bütün kollektivimiz bir arada. Və bu il bizim üçün uğurlu olan nə idi? Bizim çoxdandır ki, bəzimiz nələrə ihtiyacı var idi. Nəhayət ki, təmir olundu. Bu da tək bizim sevincimiz yox. Uşağın sevincimiz elə buyuruz, belə yanımızda. Təşəkkür ederim. Günə qədər o İsmətli xanımın, Gözəl Şəhla xanımın, yəni o mətbuat sayəsində biz yüzə əməkdaşlıq etmişik. O illər unudulmazdı. Həmən o isti qəlbin işığına da bugün gəlmişik. Yəni 2025-ci il mənim üçün o qədər uğurlu olmasa da 2025-ci ilə qədər olan uğurlarımdan bir qədər danışır. Özüm haqqında danışmağı heç vaxt sevmirəm. Yəni 32 nəfər uşaqların, azyaşlı uşaqların hüquq təzyiqxanalardan pensiya xidməti sahələrindən azadlığa buraxılmasına hüquqi yardımcısı olmuşam. Birinci xanımın təxli fərmanı diplomuna layiq görülmüşəm. Onunla mən təxli edirəm. Səhhətimlə bağlı 2025-ci ildə fəaliyyətim çox az olur. Amma adım gedir o sıralarda. İndi inşallah prezident təqaüdünü gözləmək astanasındayıq. Allah hamıya can sağlığı versin. Yazdığımız yazılar sizinlə yazılarımız olur. Yəni, əslində insan haqları, insan hüquqları sayəsində çox əziyyətlər çəkib yazmışıq və nəticəsini görmüşük. İcra hakimiyyətinin bir icra strukturunun qapısı arxasındadır. Bu babdan olan şəhid atasının 2 kvadrat yer üçün icra hakimiyyəti tərəfindən orada ona olunan təcavüz, orada ona olunan hörmətsizlik, 2 metr boyunda hündürlüyündə yox, onu mən deməliyəm, deməsəm ürəyim partiyam. Yəni, o şəhid atasına olan hörmət, bugün biz bütün şəhidlərimizə qarşısında baş əyirik, bütün qazilərimizə can sağlığı, o dəmir yumruq, elə belə yumruq olmadı. O igid qəhrəmanlarımızın, igid şəhidlərimizin, qəhrəman analarımızın dünyaya gətirdiyi şəhid oğlanların əsasında yəni torpaqlarımız alındı. Təşəkkür edirəm. Şəhla xanım, belə gözəl təbrik təşkilinə görə çox sağ olun, var olun. Gələn il hər birimiz üçün uğurlu yerli olsun inşallah. Ötən ildə müəyyən məsələlərin yadda qalan oldu. Təbii ki, nailiyyətlərimiz də oldu. Mən də öz yaradıcılığımla bağlı bir etibar edeyim ki, Türk dünyasının böyük şəxsiyyətlərindən olan Əhməd Yəsəvinin İmam-ı Hikmət əsəri bizim dilimizdə yox idi. Onu Qazax dilindən və Anadolu Türkçəsindən mən dilimizə qurnaşdırıb şəhərlər yazımı nəşr olundu, amma məhdud sayıda 12-ci nəşrindən hazırlaşdırıb. Düzdə gələn ilə inşallah ki, o yerindən geniş tirajlar nəşr olunan və sizlərlə birlikdə onun təqdimatında iştirak edelim. Mən sizə təşəkkür edirəm, bütün qonaqlarımıza da uğurlar arzulayıram. Çok sağ olun, çok sağ olun. Size tebrik ediyorum, yeni uğurlar arzularım. Öğretmen hanım. Mənə də bu 2025 il çox uğurlu oldu. 2 kitabım çıxdı, jurnalın hər ay çatdırıcısı, qəzet
Bakı kanalı Türkiye'de yayılır, Kent'te yayınlanır, Moskvada Moskva'da yayınlanır, Almanya'da yayınlanır. Çok sevinirəm, seviniriz. Yaşasan çəkirsən, sən də şuralar aramızdasın. Sağ ol. Böyük əməl edir. Sağ ol. Və mən də ki, bu il Azərbaycan Dövlət İdman Akademiyasının qəbul olunduğu rəhbərliyi sana akademiya. Yəni, hər tərəfdən olurum. Sənin də həmişə yanındayam. Harada bir şey olsa, quşun mərəyi yanırsan, mən yanında olurum. Çox sağ ol. Bir AKB təhvil işçisi, aparıcı Şəhərə xanımı. Salamlayıram hamınızı. Yeriniz mübarək olsun. Uğurlarınız daima bol olsun. 2026-cı il düşərli iliniz olsun. 2025-ci ildə az uğurlarımız olmayıb. Olduca uğurlarımız oldu. Mən Bayraq ordeninə layiq görülmüşəm. Zəfər ordeninə layiq görülmüşəm. Almışlar. Uğurlarım bol oldu. Hal-hazırda da böyük layihə üzərində işləyirəm. İnşallah 2026-cı ildə işimizi görəcək. Bəli, 2 kitabımda çapdan çıxıbdır. Hər birinizi salamlayıram. Bol ruzu, bərəkət, uğur arzulayıram. Təşəkkür. Benim için de uğurlarla yardım aldı 2025. Ben Türkiye'de geçilen gastronomi yarışmaları uğurlarla kazanmışam. Kazanmışam ve büyük firmaların yani sahibi olmuşam. Uğurlarla yardım aldım. Almışlar gelsin. Yani güzel. Hər birinizə uğurlar diləyirəm. Beləliklə, əziz izləyicilər, Azərbaycan Yazıçılar Birliyi Abşeron rayon şöbəsinin təşkil elədiyi yeni il və Azərbaycanlıların həmrəylik günü münasibəti ilə olan tədbir başa çatır. Hamınıza can sağlığı, əziz izləyicilər. Yeni ildə yeni uğurlar arzulayırıq. Xoş olun, xoşça qalın.